Burada ehtimal nəzəriyyəsində statistikanın elementlərindən də danışırlar. Ədədi orta, moda, median, ən böyük fərq və meyl anlayışları. Bunları müəyyən qədər keçmişik ədədi ortanı. Qalanlarını da yenə deyək. Yəni bunlar statistikanın elementləri adlanır. Buna aid də suallar imtahanlarda düşübdür. Elə buraxılış imtahanında da görmüşük statistikanın elementləri. Yəni deməli, ədədi orta nədir? Ədədlərin cəminin sayına olan nisbətidir. Burada ədədlər deyəndə biz verilən məlumatdan söhbət gedir. Məsəl üçün, həftənin 5 günü havanın temperaturunu ölçmüşük günorta vaxtı. 16 dərəcə tutaq ki, 20 dərəcə olubdur, 17 dərəcə olub, 33 dərəcə olubdur, nə bilim 10 dərəcə olub və s. 5 müxtəlif gündə ölçmüşük havanın temperaturunu. Ədədi orta deyəndə biz bilirik ki, ədədlərin cəminin sayına olan nisbətidir. Yəni bu anlayışla tanışıq. Bunları topladıq, böldük 5-ə. Hər neçə eləyəcəksə, deməli bu 40, yox 50, 80, 96 bölünsün 5. Yəni bu da elədir tutaq ki, 18,6. 19 daha doğrusu 95, 19,2. Yəni bu ədədi ortadır. Sonra ən böyük fərq nə idi? Verilmiş məlumatlar içərisində ən böyük məlumat ilə ən kiçik məlumatın fərqinə biz ən böyük fərq deyirdik. Buna aid yəni buraxılış imtahanında bir dəfə sual düşübdür. Blokda da yenə qabağımıza çıxdığı vaxt olubdur. Demirəm, hər imtahanda bundan sual düşür. Ən böyük fərq bu deməkdir. Verilən məlumatlar içərisindəki ən böyük məlumat ilə ən kiçik məlumatın fərqi adlanır ən böyük fərq. Moda nə idi? Verilən məlumatlar içərisində ən çox təkrarlanan məlumat moda adlanırdı. Ən çox təkrarlanan məlumat. Məsələn, mən bayaq yazdığım məlumatlar içərisində moda yoxdur. Çünki bu verilən məlumatların hər biri bir dəfə təkrarlandığı üçün, yəni heç biri digərinə daha çox təkrarlanmadığı üçün bu məlumatlar sırasında bir moda yoxdur. Amma məsəl üçün, tutaq ki, mən havanın temperaturunun yenə də fərqli qiymətlərini yazıram. Bu zaman verilən məlumatlarda 16 digərlərindən daha çox təkrarlandığına görə bu məlumatın modası sayılır 16. Moda ən çox təkrarlanan məlumatdır. Və yaxud məlumat 2 modalı da ola bilər. Tutaq ki, bura bir dənə məlumat yazdım 20. Bu zaman bu verilən ədədlər sırasının modası 16 və 20 olur. Yəni bu məlumat 2 modalı məlumat sayılır. Yəni 2 dənə modası var. 16 da 20 də bu məlumatın modasıdır. Amma məsəl üçün bir belə bir ədədlər sırası yazsaydım, bu məlumatın modası necə olacaqdı? Xeyr, yoxdur. İkisi də 3 dəfə təkrarlanıb. Mən dedim ki, ən çox təkrarlanıb. Bu məlumatların yenə də modası yoxdur. Çünki heç bir məlumat digərindən daha çox təkrarlanmayıbdır. Yəni ikisi də 3 dəfə təkrarlanıb. Amma yuxarıda 16 ilə 20 2 dəfə təkrarlanmışdı və təkrarlanmayan başqa məlumatlar da var idi. Ona görə onun modası 16 və 20 idi. Amma bu məlumatın modası yoxdur. Sonra bir də median anlayışı var. Median anlayışı verilən məlumatları kiçikdən böyüyə və ya böyükdən kiçiyə düzürük. Əsasən kiçikdən böyüyə düzürük, amma fərqi yoxdur. Məsələn, yenə mən 5 günlük hava temperaturunu ölçüb yazmışam və bu məlumatın məndən medianını soruşurlar. Bunun üçün bunu azdan çoxa doğru sıralayıram və əgər verilən məlumatlar tək saydadırsa, ortadakı olur median. Yəni bu verilən sıranın medianı sayılır 17. Amma cüt sayda bir məlumat olsaydı, məsələn, bu məlumatlara bir də tutaq ki, 6-cı gündə havanı ölçüb yazmışam 12. Yenə sıralayıram. Deməli 12, 16, 17, 18 və 20. Cüt sayda məlumat olduğu üçün ortadakı x-inin ədədi ortası. Yəni ortaya gəlmək üçün də kənarlardan silə-silə gəldim. Ortadakı x-inin ədədi ortasını tapdım. Elədi 16,5. Yəni tək saydadırsa ortadakı, amma birinci endirim azdan çoxa doğru ya da çoxdan aza doğru sıralamaq lazımdır. Elə verilən sırayla yox. Ondan sonra da tək saydadırsa ortadakı, cüt saydadırsa ortadakı x-inin ədədi ortası olur median. İkinci yazdığımda median oldu 16,5. Bir də meyl anlayışı var. Bu 11-ci sinifdə keçir dərslikdə. Elə də çox imtahanlarda istifadə olunmuyor, amma testdəki bir neçə sualda var bu meyl anlayışı. Meyl, bəli. Deməli, meyl nədir? Meyl seçilmiş məlumat ilə ədədi ortanın fərqinə deyilir. Seçilmiş məlumat ilə ədədi ortanın fərqi. Məsələn, mən bəyər bu məlumatın ədədi ortasını tapmışdım, səhv eləmirəmsə 19,2 yazdıq. Deməli, məsələn, mənə desək ki,
Üçüncü günkü havanın meyli, ikinci gün olsun. İkinci günkü havanın meyli, onda mən 19'dan bunu çıxıram. Eləyir 0,8. Məsələn, desək ki, 5-ci gündəki məlumatın meyli, onda 10-dan 19,2-ni çıxıb, mənfi 9,2 yazır. Yəni, meyl dediyimiz budur. Yəni, seçilmiş, yəni bizə deyilən məlumat ilə ədədi ortanın fərqi meyl adlanır. Bunu aid edirəm, testlərdə bir 4 dənə ən azı sual görəcəksiniz meyl haqqında. Bu belə. İndi gəldik əsas işimiz olan ehtimal nəzəriyyəsinə. Yəni oradakı 138 dənə, 140 dənə sualın haradasa bir 15-20 dənəsi statistikaya aiddir. Qalanları əsas işimiz olan ehtimal nəzəriyyəsinə aiddir. Və ya deyəndə sual vermə, yəni nə sualın varsa axırda ver. Yox, yəni danışandan sonra sual yaranacaq istərsən məsələndə. O suallarını bir üzdən bir yerə qeyd elə, axırda ver. Aydın mı? Yəni, bəlkə mən danışacağım bir şeyə sual verərsənsə, qoy danışıb qutarım, ondan sonra sual ver. Deməli, ehtimal nəzəriyyəsi. Biz bunu 9-cu siniflərdə keçirik, müəyyən hissəsini, 10-cu siniflərdə biz keçmişik bütün bu bölməni. İndi yenə də danışaq. Deməli, ehtimal nəzəriyyəsi, hadisənin ehtimalı, bunu orta məktəbin 5-ci sinifdən bəri keçirlər, hadisənin ehtimalı bərabərdir həmin hadisədəki əlverişli hallar sayı bölünsün mümkün hallar sayı. Mümkün halların sayı. Evet, dərsliklərdə belə, ən aşağı siniflərdə belə sözlə yazılar. Biz hadisənin ehtimalını P hərfi ilə işarə edirik. Bu mötərizdə PA, yəni məsələn A hadisəsi, B hadisəsi, hadisənin adını yazılır. Bu A elə belə yazılır. Bərabərdir M böl N. Yəni əlverişli halları əsasən M hərfi ilə, mümkün halların sayını da N ilə işarə edilir. Yəni biz hər hansısa bir hadisənin ehtimalını tapa bilmək üçün o hadisədəki əlverişli halların sayını o hadisənin mümkün hallar sayına nisbətini hesablamalıyıq. Bu hadisənin ehtimalı adlanır. İndi hadisə nə idi? Hadisə sınaq və ya təcrübənin nəticəsinə hadisə deyilir. Hadisələr 3 yerə bölünür. Mümkün olmayan hadisə, təsadüfi hadisə və yəqin hadisə. Mümkün olmayan hadisə, yəni sınaq və ya təcrübə nəticəsində baş verməsi mümkün olmayan hadisəyə deyilir. Yəni, məsələn, bir zərri atdıqda düşən xalın 7 olması. Bu mümkün olmayan hadisədir. Zərrin üzərində 6-ya qədər xallar olduğu üçün 7-nin düşməsi mümkün olmayan hadisədir. Təsadüfi hadisə, məsələn, bir zərri atdıqda sadə ədədin düşməsi. Sadə ədədə düşə bilər, mürəkkəb ədədə düşə bilər. Bir düşsə nə sadə, nə mürəkkəb olacaq. Yəni, bu bir təsadüfi hadisədir. Yəqin hadisə, yəni sınaq və ya təcrübə nəticəsində mütləq baş verəcək hadisədir. Mütləq dediyim, yəni %100 bu baş verəcək. Yəni, məsələn, bir zərri atdıqda düşən xalın 7-dən kiçik olması. Nə düşür? Düşsün 7-dən kiçikdir. Bu olur yəqin hadisə. İndi, buradakı mümkün hal dedikdən nə nəzərə tutulur? Hadisədəki mümkün hal həmin sınağı keçirdən zaman ola biləcək bütün baş verə biləcək hallardır. Yəni, məsələn, bir zər atılan zaman baş verə biləcək mümkün hal sayı 6-dır. Çünki zərin 6 dənə üzü var. Bu 6 dənə üzdən hər hansısa biri düşəcək. Biz bunu ideal şəraitdə nəzərə alırıq turan, zər, nə bilim, bir təpəsi üstündə dursun, taxtanın qırağında belə dayansın söhbətləri deyil. Yəni, aydınmı? Yəni, belə suallara yer vermək. Yəni, bizim ideal şəraitdə zəri atdığımız zaman konkret hansısa bir üzün üzərində düşəcəyi haqqındadır. Qəpiyi atanda, ay, qəpik tində düşdü, söhbəti deyil. Ya belə, ya belə. Deyirəm də, sən elə deyirəm ki, tində düşməyə söhbətinə baxmırıq. Qəpiyin tini üzərində düşməsi ehtimalı, onun hər hansısa bir üzü üzərində düşməsindən dəfələrlə kiçikdir. Sən 100 dəfə atsan, ya onu bir dəfə tini üstə düşürdə bilərsən, ya düşürənməzsən. Hə? Mən deyirəm ki, 100 dəfə attığını heç düşürdə bilərsən, ya yox. Görün, 100 dəfədə düşürmə ehtimalı bir dəfə yoxdur bəlkə də. Nəysə. Yəni, bizim buradakı ehtimal nəzəriyyəsi ideal şəraitdə getirilən söhbətdir. Aydınmı? Yəni, real həyatda bu qəpiyi atdım, getdi kitabın yanına düşdü, nə bilim, ora düşdü, bura düşdü, yox. Aydınmı? Yəni, belə-belə suallar yox. İndi, məsələn, bir zərri atdıqda 6 dənə üzü olduğu üçün 6 dənə mümkün hal baş verə bilir. 2 zərri atdıqda 6 vur 6, 36 dənə mümkün hal baş verə bilər. Yəni, birinci zərrin bir üzü, ikincinin buna qarşı 1, buna qarşı 2, buna qarşı 3, belə-belə. Hər bir üzlə o birisinin 6 üzü uyğunlaşdırıldığı üçün nəticədə 36 dənə mümkün hadisə baş verə bilər.
3 zər atılan məsələlər az da olsa yenə görə bilirik. Testdə 2 dənə var, səhv eləmirəmsə 3 dənə. Yəni 3 zəri eyni zamanda atdıqda 216 dənə mümkün hal baş verir. Təsadüfi hadisə, daha doğrusu əlverişli hal dediyimiz nədir? Məsələnin şərtində bizdən tələb olunan hallar bizim üçün əlverişli hallar sayılır. Yəni, məsələn, bir zəri atdıqda cüt ədədin düşməsi ehtimalı. Cüt ədədin düşmə ehtimalını tapmaq üçün mən bildim ki, bir zər atdığım zaman mümkün olan 6 dənə hal var. Yəni, zərin bu 6 dənə üzündən biri düşəcək. Əlverişli hal cüt ədəd deyir. Cüt ədəd burada ya 2, ya 4, ya 6 olmasıdır ki, deməli 3 dənə əlverişli hal var. Ona görə də bu hadisənin baş vermə ehtimalı 2-də 1. Yəni, bir hadisənin baş vermə ehtimalını hesablamaq üçün biz oradakı əlverişli halların sayını mümkün halların sayına bölməliyik. Buyur, eşidirəm. Bu təsadüfi hadisədir. O ehtimal yazmamışdım. Yəni, o hadisənin növünü yazmışdım. Bu təsadüfi hadisədir. Çünki cüt ədəddə düşə bilər, tək ədəddə düşə bilər. Bu təsadüfidir. Amma məsəl üçün, mənə deyir ki, bir zəri atdıqda düşən halın 7 olması ehtimalını tap. Düşən hal 7 olsun. 2 zərdə var ki, 7. O başqa məsələ. Yəni, buradakı mümkün halın sayı 6, amma əlverişli halın sayı 0 olduğu üçün belə çıxır ki, mümkün olmayan hadisənin baş vermə ehtimalı 0-a bərabərdir. Sonra, yəqin hadisə. Məsələn, deyək ki, bir zəri atanda düşən halların 7-dən kiçik olması. Burada 6 dənə mümkün halın 6-sı ilə əlverişli haldır. Bu da 6-da 6, yəni 1-dir. Yəni, siz başa düşməlisiniz ki, mümkün olmayan hadisənin ehtimalı 0-a, yəqin hadisənin ehtimalı 1-ə, təsadüfi hadisənin də ehtimalı 0 ilə 1 arasındakı bir ədədə bərabərdir. Yəni, sən məsələni həll edib, ehtimalı 1,7 almısan, nə bilim, 3 almısansa, deməli, səhv eləmirsən. Yəni, heç vaxt hər hansısa bir hadisədəki əlverişli hal sayı mümkün hal sayından çox ola bilməz. Maksimum bərabər ola bilər. Bu da yəqin hadisədə olur. Aydınmı? Məsələn, bizə deyir ki, 2 zəri atdıqda düşən hallar cəmi 8 olsun. Düşən hallar cəminin 8 olması üçün bu hadisədəki mümkün halların sayı 36-dır. Əlverişli hal ya 2 ilə 6 düşməlidir, ya 6 ilə 2. Ya 3 ilə 5, ya da 5 ilə 3. Ya da 4-4. 4-4 2 dəfə deyil, bir dəfə 4-4 var. Birinci də 4 düşdü, ikinci də 4 düşdü. Bəzən uşaqlar 4-4-də 2 dənə sayırlar. Bəli. Deməli, bu hadisədəki əlverişli hal 5 dənədir. Ona görə bu hadisənin baş vermə ehtimalı 36-da 5-dir. Hər zərin bir dənə 4 yazılan üzü var. Hər zərin 6 üzü var. 2 dənə zər atmışamsa 6 vur 6. Bax, bana. 2 dənə zər atanda baş verə biləcək hallar 1-1, 1-2, 1-3, 1-4, 1-5, 1-6, 2-1, 2-2, 2-3, 2-4. Belə yazanda bana hər bir zərin bir üzü ilə digərinin 6 üzü düşə bilər. Yəni, bu da vurma prinsipinə görə 6 vur 6, 36 dənə hadisədir. Və bunların içərisində bir dənə 4-4 var. Birincidə 4, ikincidə 4 olan hal. İkinci 4-4 halı yoxdur. 6-2 və 2-6 ayrı-ayrıdır. Birinci 2 düşür, ikinci 6 düşür. Birinci 6 düşür, ikinci 2 düşür. Amma 4-4, ikisi də 4 düşdü. Aydın mı? Yəni, cüt hallar bir dəfə düşür hərəsi, 2 dəfə düşmürlər. Ona görə. Və yaxud deyir ki, 3 zəri eyni zamanda atdıqda hər üçünün eyni cüt ədəd olması ehtimalı. Bəli. Çünki 3 zəri atırıqsa mümkün 216 hal var. Eyni cüt ədəd ya 3'ü də 2 düşür, ya 3'ü də 4 düşür, ya 3'ü də 6 düşür. Bu da əlverişli olan 3 dənə hal olduğunu göstərir. Yəni 216'da 3 və ya 72'də 1. Zər məsələləri sadə məsələlərdir. Bunlar əslində 9-cu sinifə qədər keçilir imtahan testlərdə, dərsliklərdə var. İndi gələk sonra bu hadisələrin
eyni anda baş verib verməməsinə görə burada nə sual verdim? Burada dedim ki, 3 zəri eyni zamanda atdıqda hər üçündə eyni cüt ədədin düşməsi hadisəsinin ehtimalı. Hər üçündə eyni cüt ədəd dediyim üçün ya üçündə də 2 düşəcək, ya üçündə də 4 düşəcək, ya üçündə də 6 düşəcək. Bundan söhbət gedir. Sonra nə deyirdik? Deməli, hadisələrin eyni zamanda baş verib verə bilməməsinə görə uyuşan və uyuşmayan hadisələrə ayrılır. Yəni, eyni zamanda baş verə bilən hadisələr, yəni, tutaq ki, bir zəri, bir də metal pulu atıram. Bunlar eyni zamanda yəni bir dənə zər atıram. Deyirəm ki, zərdə sadə də düşsün, metal pulda da gerbüzü düşsün. Bu, yox, hələ ehtimal tapmıram. Yəni, bu iki hadisə, bəli, ehtimal tapanda vurmalıyam. Bu iki hadisə olur uyuşan iki hadisə. Çünki eyni zamanda baş verə bilən hadisələrə uyuşan hadisələrdir. Eyni zamanda baş verə bilməyən hadisələr. Məsələn, mən deyirəm ki, A hadisəsi zəri atdıqda 6 yazılan üzün düşməsi hadisəsidir. B hadisəsi zəri atdıqda tək ədədin düşməsidir. Bir zəri atdıqda bunların ikisi də eyni anda baş verə bilər? Bəli. Xeyr. Yəni, həm 6 düşsün, həm də tək ədəd düşsün, mümkün deyil. Bu iki hadisə adlanır uyuşmayan iki hadisə. Sonra, aslı və aslı olmayan hadisələr var. Yəni, məsələn, bir hadisənin baş vermə ehtimalı digər hadisənin baş verməsinə təsir edirsə, bunlar aslı hadisələrdir. Bir hadisənin baş verməsi ehtimalı digər hadisənin baş verməsinə təsir etmirsə, bunlar bir-birindən aslı olmayan hadisələrdir. Yəni, məsələn, torbada 4 ağ, 6 qara kürə var. Geri qaytarmamaqla bir kürə çıxardıram, qoyuram qırağa. Məsələn, bir ağ. Sonra yenidən ikinci bir kürəni çıxardıram, deyirəm bu qara olması. Bu qaranın çıxması ilə ağın çıxmasının bir-birinin asıllığı var. Yəni, bunlar asılı hadisələr oldu. Bəli. Birinci ağı çıxartdım, qoydum yerə. Sonra da dayıcan əlimatı bir qara çıxardıram. Bu hadisələr bir-birindən asılıdır. Niyə? Çünki birincinin baş verməsi ikincinin baş vermə ehtimalına təsir elədi. Bayaqlarım torbada bəli, kürə azaldığı üçün normalda mən qaranı birinci çıxartsaydım, onun baş vermə ehtimalı tutaq ki 10-da 6 idisə, ikinci ağı çıxardım, qırağa qoyub geri qaytarmadığım üçün onun ehtimalını, baş vermə ehtimalına təsir edir. Bu olur aslı hadisə. Aslı olmayan hadisəyə elə bayaq ki o qəpiklə zər məsələsini göstərmək olar. Bunlar bir-birindən aslı olmayan hadisələrdir. Həm eyni anda baş verə bildiyi üçün uyuşan hadisələrdir. Həm də birinin baş verməsi digərinin baş verməsinə təsir etmədiyi üçün bir-birindən aslı olmayan hadisələrdir. Bu belə. İndi, gələk əsas məsələlər, bu ehtimalların tapılması. Deməli, uyuşmayan iki hadisənin baş vermə ehtimalı onların ehtimallarının cəminə bərabərdir. Uyuşmayan iki hadisənin baş verməsi ehtimalı onların ayrı-ayrılıqda baş vermə ehtimallarının cəminə bərabərdir. Yəni, A və ya B ehtimalının baş verməsi ehtimalı A ilə B ehtimalının ayrı-ayrılıqda baş verməsi ehtimallarının cəminə bərabərdir. Uyuşmayan iki hadisədən söhbət gedir. A və ya B hadisəsi deyəndə, əslində biz burada hadisələrin birləşməsi olur. Yəni A və B. Əgər bunlar uyuşmayansa, əgər bunlar uyuşan iki hadisədirsə, onda çoxluqdan da bildiyimiz bu düstur baş verir. A hadisəsinin baş verməsi ehtimalı, üstə gəl B hadisəsinin baş verməsi ehtimalı, çıxılsın bunların eyni anda baş vermə ehtimalları. Yox da indi onu da eləmək olar, amma yəni A hadisəsi baş verir, B baş vermir, B baş verir, A baş vermir və yaxud X eyni anda baş verir. Bəli, o düsturda tətbiq edilmək olar uyuşan iki hadisə üçün. Məsələn, uyuşmayan iki hadisə və uyuşan iki hadisə üçün bu nümunələri göstərim ki, nədir? İndi bizə misalda birləşmə deməyəcək, və ya deyəndə, yəni biz bunu başa düşürük və yaxud məsələdən özümüz anlayırıq. Burada biraz toplamalıyıq, vurmalıyıq, bunları biz dərk eləməliyik. Məsələn, tutaq ki, bayaqlarım dedim ki,
Bir zəri atdıqda, bax bir zər atıram. Bir zəri atdıqda A hadisəsi tək ədədin düşməsi hadisəsidir. B hadisəsi 6 xalın, yəni 6 yazılan xalın düşməsi hesab. Mən bir zəri atdıqda A və ya B hadisəsinin düşməsi ehtimalını istəyirəm tapım. Hə? Bunlar uyuşmayan hadisədir. Düzdürmü? Bir zəri atdıqda tək ədədin düşməsi ehtimalı 2-də 1-ə bərabərdir. Bir zəri atdıqda 6 yazılan xalın düşmə ehtimalı 6-da 1-ə bərabərdir. Onda bu iki hadisədən birinin baş vermə ehtimalı, yəni ya tək ədədin, ya da 6-nın düşməsi hadisəsinin ehtimalı 2-də 1 üstəgəl 6-da 1-ə bərabərdir. 3-də 2. Və yaxud belə bir misal var. Deyir ki, bir zəri atdıqda A hadisəsi deməli cüt ədədin düşməsi hadisəsidir. B hadisəsi sadə ədədin düşməsi ehtimalıdır. Bunlar eyni anda baş verə bilər də. Çünki 2 düşsə həm sadədir, həm cütdür. Bunlar uyuşa biləcək hadisələr olduğu üçün, bunun ehtimalını tapanda biz bu çoxluqdakı düstura əsaslanmalı olacaq. Yəni, birinci, bunun üçün mən bir dənə haşiyəyə çıxmalıyam. A ilə B hadisəsinin kəsişməsinin nə olduğunu izah eləmək. A və B hadisəsinin eyni anda baş verməsi A və B hadisələrinin kəsişməsi olaraq yazılır. A və B hadisəsinin eyni anda. Və bu, onların ehtimallarının hasilinə bərabərdir. A və B. İndi, burada yuxarıda, deməli, A hadisəsi cüt ədəddir. Cüt ədədin düşmə ehtimalı nəyə bərabərdir? 6-da 3, yəni 2-də 1. Sadə ədədin düşməsi, neçə dənə sadə ədəd var? 2, 3, 5. Onun da baş vermə ehtimalı 2-də 1'dir. Amma elə olacaq ki, bunların ikisində ortaq element var. A və B ehtimalının eyni anda baş vermə ehtimalı da var. Eyni anda. 2 düşsə bunların ikisi də baş vermiş olacaq. Bu da olacaq 2-də 1 vur, 2-də 1. 4-də 1. Onda A və ya B hadisəsinin baş verməsi ehtimalı 2-də 1 üstə gəl, 2-də 1 çıx, 4-də 1. Yəni 4-də 3. Yəni mən bir zəri atdıqda A hadisəsi yenə deyirəm, cüt ədədin düşməsi, B hadisəsi sadə ədədin düşməsidirsə, cüt ədədin və ya sadə ədədin düşməsi hadisəsinin ehtimalı 4-də 3-ə bərabərdir. Və yaxud, bəli. Bəli. Çünki A hadisəsinin baş vermə ehtimalı 2-də 1 idi, B hadisəsinin də baş vermə ehtimalı 2-də 1 idi. İki hadisənin eyni anda baş verməsi ehtimalı həmin hadisələrin ehtimallarının hasilinə bərabərdir. Aydın mı? Məsəl üçün, bax, biz bundan çox istifadə edəcəyik. Tutaq ki, bu və bildirir, kəsişməsi və, yəni A və B hadisəsinin baş verməsi. İşarələmə ilə kəsişmə işarəsi qoyulur, sözlə deyəndə və. Məsələn, tutaq ki, mən bir zər atıram, 2 dənə zər atıram, bir dənə də metal pul atıram. Zərdə cəmin 6 olması, metal pulda da xəritə üzünün düşməsi hadisəsinin ehtimalını istəyirəm. Tapın. Bəli, metal pulun 2 üzü olduğu üçün, metal pulda, yəni bu A hadisəsi sayılsın, bu mənim üçün B hadisəsi. Zəri 2 dənə zər atıb, onu da deyim ki, məsələn, bir zəri 2 dəfə atmaqla, 2 zəri eyni zamanda atmaq eyni yerə gəlir çıxır. Yəni, zəri 2 dəfə at, düşən xallar cəmi 6 olsun, ya da 2 dənə zəri at, düşən xallar cəmin 6 olsun. Bu eyni şeydir. Aydın mı? Yəni, fərq yox. 2 zəri atıqda düşən xallar cəminin 6 olması hadisəsinin ehtimalı 36-da, deməli, 6 üçün 1, 5, 5, 1, 2, 4, 4, 2 və 3, 3, 5. 36-da 5'dir. Metal pulda isə 2 üz var. Hər hansısa bir üzün düşmə ehtimalı 2-də 1'dir. Onda bizim hadisədə A və B hadisəsinin eyni anda baş vermə ehtimalı 36-da 5 vurulsun 2-də 1'dir. Yəni, bu hadisənin baş vermə ehtimalı 72-də 5'dir. Sonra, və yaxud belə bir nümunə göstərə bilərəm. Tutaq ki, 2 dənə atıcı hədəfə atəş açır. Birinci atıcının hədəfi vurma ehtimalı 0,7'dir. Vurma ehtimalı. İkinci atıcının
eyni hədəfə atəş açırlar. Hədəfi vurma ehtimalı 0.5-dir. Yəni birincinin hədəfi vurma ehtimalı 0.7-dir. İkinci atıcının bu hədəfi vurma ehtimalı 0.5-dir. Bu iki atıcı da eyni hədəfə eyni anda atəş açırlar. Burada müxtəlif suallar verə bilərlər. Birincisi, hədəfin vurulma ehtimalını tapın. Hədəfin vurulma ehtimalı. Hədəfin vurulma ehtimalı burada nə ola bilər? Hədəf birincidə vura bilər, ikincidə vura bilər və ya ikisidə vura bilər. Bu, uyuşan iki hadisədir. Eyni zamanda baş verməsi mümkün olan iki hadisədir. Onda bu hədəfin vurulması ehtimalı, birincinin vurma ehtimalı, üstə gəl ikincinin vurma ehtimalı çıxılsın, bunların eyni anda vurma ehtimalı. Eləyir 1/2 çıxılsın 0,35. O da eləyir, deməli, 0,85. Yəni, hədəfin vurulma ehtimalı 0,10. Belə bir sual verər. Hədəfin eyni anda ikisi tərəfindən də vurulması. İkisi tərəfindən vurulması. Bu deməkdir ki, hər ikisi hədəfi vurur eyni anda. Onda bu hadisənin baş vermə ehtimalı 0.7 vur 0.5, 0,35'dir. Hədəfin yalnız birinci tərəfindən vurulması. Yalnız birinci tərəfindən vurulması ehtimalı. Bu nə olar? Aha. Və yaxud 0.7 vur 0.5. Bu da biraz anlaşılmazlıq olacaq. Bu ikincinin vurma ehtimalı da 0.5'dir, vurmamada. Mənim bu yazdığım qoy belə edeyim. İkincinin yalnız hədəfi vurması olsun. O biraz anlaşılacaq. İkincinin hədəf vurma ehtimalı odur ki, yəni yalnız ikincinin. Birinci vura bilməməlidir. Onda 0.5 ikincinin vurması vurulsun 0.3 birincinin vura bilməməsi. Yəni hədəfin yalnız ikinci tərəfindən vurulması. Bunu belə də eləməsək eyni şey olacaq. Baxın, və yaxud dedinizsə çoxluqdakı kimi düşünsək. İkincinin vurması ehtimalından çıxırıq ikisinin vurmasını. İkisinin vurması ehtimalı nə idi? 0,35 idi də. 0.5-dən 0,35 çıxanda nə qalır? Yenə 0,15. Yəni çoxluqdakı ilə eyni məntiqə gəlirik. Bəs yaxşı, hədəfin vurulmaması ehtimalı. Bəli, deməli heç bir vura bilməyib. Birincinin vurmama ehtimalı vurulsun, ikincinin vurmama ehtimalı. O da eləyir 0.15. Şimdi burada rəqəmlər hamısı 0.5'dən çıxır. Seçdiyim ədədlərə görə də bu 0.6 kərə yazaydım əvvəldən. Və yaxud hədəfin vurulma ehtimalı nə idi? 0,85. Onda vurulmama ehtimalı 1 Çünki bir hadisənin baş verməsi ilə verməməsi ehtimalının cəmi həmişə 1-ə baş verir. Cəmi 1-ə bərabər baş verir. Aydındır. Yəni hər hansısa bir hadisənin baş verməsi ilə baş verməməsi ehtimallarının cəmi 1-ə bərabərdir. Məsələn, bugün yağışın yağma ehtimalı 0.7-dirsə, yağmama ehtimalı 0.3-dür. Yəni ya yağacaq, ya yağmayacaq. Məsələn, tutaq ki, mənim bir sinifdən tutaq ki, gəlib deyir ki, sinifdə oğlanlar qızlar var, dostlar. Düzdürmü? Müəllimi tutaq ki, oğlan seçmə ehtimalı 0.7-dirsə, qız seçmə ehtimalı nə var? 0.3. Tamama bərabər. Belə bir baxdın. Sonra kürə məsələlərlə nümunə göstərim. Məsələn, birinci sadə... Hə? Niyə? Sabah əlavə var ha, yəni. Bilirsiniz. Sizdən 2-də gələ bilən yoxdur. Oğlanları bir tərəfdən ayıraq edin. Sabah da. Sən problemi yaratmırsan. Bu problemi yaradan bunlar. Bəli, siz. Deməli, nə deyim? Hə, kürə məsələləri. Hə? Yox. Sən olmaz. Deməli, tutaq ki, torbada 4 ağ, 6 qara və 5 qırmızı kürə var. Sarı olsun. Sarı. Məsələn, burada ən bəstindən bizim 7-ci, 8-ci sinifdən tutaq ki, öyrəndiyimiz sadə suallardan. Tutaq ki,
Çıxarılan bir kürənin ağ və ya qara olması ehtimalı. Ümumiyyətlə, məsələn, bir kürənin ağ olması ehtimalı nəyə bərabərdir? Belə başlayaq. Çıxarılan bir kürənin ağ olması ehtimalı məxrəcdə olacaq 15 dənə kürə, sürətdə də olacaq ağların sayı. Bu ən sadə sual idi. 5-ci sinifdən öyrəndiyimiz. Çıxarılan bir kürənin ağ və ya qara olma ehtimalı. Bəli, normalda 15-də 4 ilə 15-də 6-nın cəmidir, amma birbaşa 15-də 10 yaza bilərik. Yəni, ağ və ya qaranın cəmi budur. Amma normalda bu ağ olma ehtimalı 15-də 4, qara olma ehtimalı 15-də 6, cəmi 15-də 10 edir. Üçüncüsü, çıxarılan iki kürənin ağ olması ehtimalı. Deməli, məsələyə iki kürələr daxil olursa kombinizona keçirik. Məxrəcdə kombinizon 15-dən 2. Yəni, 15 dənə var olan kürədən ikisini neçə üsuluna seçə bilərəm. Sürətdə isə kombinizon 4-dən 2. Bu eləyir, deməli, 6, bayaqdan bəri hesablamışdıq. Bu da 15 vur 14 böl 2. Yəni, 15 vurulsun 7. İxtisarımızı da aparsaq, 35-də 3'e getdi, 35'də 2. Çıxarılan iki kürənin ağ olması ehtimalı. İndi siz nə deyirdiniz mənə? İşte gəl özü də. Vur yenə 15'də 4. 14'də 3. Eyni şey verir mi? 2, 7, 1, 5. 35'də 2. Valla 15 tane de biri götürmüştük. Ha. Bu daha rahat. Bunun rahat olmayacağı vaxt olacaq. Narahat olacağı vaxt olacaq. Hə, deyil. 4 dənə. 4 ağ, 6 qara, 5 sarı üzərindən məsələləri gedirəm. İndi, belə bir məsələ. Çıxarılan bir, yəni iki kürənin biri ağ, biri qara olması ehtimalı. Aha. Birinci olacaq 15'də 4. İkinci olacaq nə qaramız var idi? 6 dənə. 14'də 6. Səhvdir. Səhvdir. Niyə? Sən nə bildin ki, birinci ağ çıxıb, ikinci qara çıxıb? Xeyr, yazmışam ki, çıxan iki kürənin biri ağ olsun, biri qara. Biri ağ, biri qara deməyin birinci ağ, ikinci qara deməklə böyük fərqi var. Bəli, ona görə tərzinə bir də baxaq. Bu halda biz baxdıq ki, birinci ağ, ikinci qara çıxıb. 15'də 6 vur, 14'də 4. Amma bunun yerinə kombinizon 15'də 2, sürətdə 4'də 1, vur 6'da 1. Elə, 3 dənə olanda nə edəyəsən? Vurarsan. Vurarsan. Bu 15 vur 7, o uşaq yeniliği açıq deyil. Öyle deyil, mən daş dövrünə gələcəm. Bu elədir 35'də 8. Bunların hər birini hesablasan 35'də 4 eləyirdilər. Onlar ikisi 35'də 4 eləyir. 2 dənələr olur, 3 dənələrdən olmayacaq və 3 dənələr sən hesabla bilməyəsən olsa. Belə deməklə deyil, gələrsən ki, mənimə yazamam. Yəni 2 dənə kürə asandır, çünki 2 hal var. Birinci ağ, ikinci qara ya da birinci qara, ikinci ağ. İndi bu sual belə ola bilər. 8-ci sinifdən keçirik. Deyir ki, çıxarılan iki kürənin birinci ağ, özdə geri qaytarılmamakla. İkinci qara olsun. Bax, burada ki, sıralayıbdır. Birincinin ağ çıxma ehtimalı 15'də 4'dür. Ardıcan ikincinin qara çıxma ehtimalı 14'də 6'dır. Artıq burada deyib, birinci ağ, ikinci qara. Amma yuxarıdakı sualda deyir ki, biri ağ, biri qara. Və bu cür sual kürə ilə deyildi, uşaqlarla idi. Buraxılış imtahana düşüb. İndi test işlərini görərsiniz. Cədvəl verib, cədvəldə uşaqların sayını verib. Və məsələn, 10-cu sinifdə oxuyanlar tutaq ki, 7 qız, 8 oğlan, 11-də və s. və s. Deyir ki, təsadüfən seçilən 2 şagirdin, məsələn, birincinin 9-cu sinifdə oxuyan oğlan, ikincinin 11-ci sinifdə oxuyan qız olması ehtimalı. Burada sıralayıb, birinci və ikinci. Bir də deyir ki, təsadüfən seçilən 2 şagirdin, birinin 9-cu sinifdə oxuyan qız, digərinin 11-ci sinifdə oxuyan oğlan olması.
Bunlar eyni şey değil. Aydınmı? Yani benim bu küre meselesinde gösterdiğim kimi onlar eyni şey değil. Eğer ayrımsa ki birinci bu, ikinci bu, orada kombinasyona ihtiyaç yoktur. Rahatlıkla hesablayırsan. Bunlar 8-ci sifdə keçilir. Amma deyirsə ki, 2 nəfər seçilibdir. Biri falan yerdən olan qız olsun, biri də falan sinifdən olan oğlan. Burada ya gərək halları ayırasan, birinci bu olub, ikinci bu olub, birinci olub, ikinci bu olub, ikilərdə yenə eləmək olur. Amma 3-4 dənə elementdə bunu eləmək rahat olmur. Deyəcəm. Deyirəm də. Onsuz da deyirəm. Yəni, məsələn, və bayaqda mən nə edirəm? Məxrəcdə nə yazdım? Kombinizon 15-dən 2. Çünki 15 dənə kürədən ikisinin neçə üsulundan seçmək olar. Bu bütün baş verə biləcək mümkün hallardır. Əlverişli istəyir ki, biri ağ olsun, biri qara. Yəni 4 dənə ağdan birini, 6 dənə də qaradan birini. Və yaxud belə deyirdi. Sayılar olsa da burada var, qoy yenə buraya yazaq. Bizim 4 ağ, 6 qara. Bəli, mən sənlə razıyam. Qarışıqdır. Bunu birinci dəfə işləyəndə qarışıq gəlir. Ona görə bu dərsləri 10-cu sinifdə keçməlisən ki, 11-də də işləyə biləsən. Çünki 11-də öyrənməyə vaxt olmur. 10-cu sinifdə bunu biraz az vermək olar, uşaq səhv eləyər, təzədən izah eləyib başqa test vermək olur. Amma 11-də onu eləmək olmur. Məsələn, mən dərk götürüb ki, biz fəzanı keçməmişik keçən il çox üzvlərdən. Bunu az-az verməliyəm. Çünki birinci dəfə eşidəcəyiniz şeyləri o saat qavraya bilməyəcəksiniz. İndi, tutaq ki, bizə deyir ki, təsadüfən çıxarılan 3 kürənin ikisi ağ, biri qara olsun. Deməli, bu hadisənin ehtimalını axtarır. 15-dən 3. Çünki mən 15 dənə var olan kürədən üçünü neçə üsuluna seçə bilərəm. Və sonra, yəni 4 dənə ağdan ikisini, yanına da 6 dənə qaradan birini seç qoy deyir. Bunu deyir. Şagird də kürənin tayına fərqi var sənin. Yaxşı. Nəzər qarışır başım. Yaxşı, yaxşı, öldürmə. Amma özümü öldürmə. Bir yiyəcək öldür dəymiş. Sonra, məsələn, şərti ehtimal var. Yəni, A hadisəsinin baş verməsi şərti ilə B hadisəsinin baş verməsi. Əslində, bu elə aslı hadisələri ifadə edir. Yəni, məsələn, bayaqlarım dedim, birinci ağ, ikinci qaranın çıxması. Bu həm də şərti ehtimal. Yəni, ikinci çıxması üçün birinci ağ çıxandan sonra ikinci çıxır. Aslı hadisələr həm də şərti ehtimalı. Bu zaman hadisənin baş vermə ehtimalı ehtimalların hasilinə bərabər olur. Məsələn, buraxılış imtahana düşmüş bir sual olubdur. Bu birinci çarxdır, bu ikinci çarxdır. Belə bir sual idi. Burada xallar yazılıb, tutaq ki. Burada da hədiyyələr var. A hədiyyəsi, B hədiyyəsi, C, A və yenə D hədiyyəsi. Bunlar hədiyyələr. Mən də bilirəm ki, var. Hər halda yazan mənəmsə bilirəm ki, var. Deməli, məsələn deyir ki, iştirakçı birinci çarxı 2 dəfə fırladır. 2 dəfə fırladır. 2 dəfə. Düşən xallar cəmi 14-dən çox olduqda ikinci çarxı fırladıb hədiyyə uda bilər. Və sual budur ki, A hadisəsinin kimsə tərəfindən, yəni hər hansısa bir iştirakçının A hədiyyəsini udması ehtimalını hesablayın. İndi, birinci çarxın fırlanıb 14-dən çox hal toplaması ehtimalını tapmalıyam. Burada bir çarxı 2 dəfə fırlatdıqda neçə dənə mümkün hadisə baş verə bilər? 64. Zər məsələsi kimi 6 üzü var idi, 2 dəfə atanda 36 dənə hadisə baş verdi. Burada da 8 dənə xal varsa, birinci dəfə 1 düşəndə, ikinci dəfə 1-də düşə bilər, sonra 2-də düşə bilər, 3-də və s. Bu çarxı 2 dəfə fırlatdıqda 64 dənə, yəni 8 vur 8 dənə. Bəs əlverişli cəmin 14-dən çox olması. Bunun üçün nə olmalıdır? Ya 7-8 olmalıdır, ya 8-7, ya da 8-8 düşməlidir. Yəni 64-də 3 ehtimalla bu ikinci çarxı fırlada bilər. Haqq qazana bilər daha doğrusu. İkinci çarxdan da A hədiyyəsinin udulma ehtimalı nədir? 5-də 2. Deməli, hər hansısa bir iştirakçının çarxı fırladıb A hədiyyəsinin udması ehtimalı 160-da 3-ə bərabərdir. Aydın oldu, nə deyir?
Hə? Və yaxud orada başqadır. Bu sözlərlə bağlı olan suallarımız da var. Məsələn, kamil sözünün hərfləri bir torbaya, yəni kəsilib yığılır və təsadüfən çıxarılıb lövhəyə düzülür. Təsadüfən alınan sözün kamil sözü olması ehtimalı. Baxmıram, kutudan çıxardıram, yapışdıram lövhəyə. Hə. Və bəxtin 120-də 1 olmalıdır. 120 dənə söz alına bilər, onlardan biri kamildir də. Yəni, bəxtin 120-də 1 olmalıdır. Yəni, burada düzələ biləcək sözlərin sayı 120-dir, əlverişli olan bir dənə kamil var içəridə. O da 120-də 1 olacaq. Və yaxud bunu vurma prinsipinə görə də eləmək olardı. Birinci hərfin çıxma ehtimalı 5-də 1-dir. Bunun dalınca A hərfinin çıxma ehtimalı 4-də 1. Onun dalınca M hərfinin çıxması, axırda da L hərfi bir dənə qalıbsa L çıxacaqdır, yəqin hadisədir. Bunların da hasili 120-də 1-dir. Ay soğulu olsun baba sözü. Niyə aləmdə idi bir-birinə? Baba sözünün düzəldilə biləcək sözlər sayı nə qədərdir? Bunu tapmalısan. Ay sağ ol. 4 faktorial, 2 faktorial, 2 faktorial. Neçə dənə söz eləyir? Yanında bir dəqiqə. Neçə elədi bu? 6 elədi. Mümkün də bir dənə baba var içəridə. 6-da 1. Ya da belə baxaq. Bu 4 dənə hərfdə torbada. Baba sözünün hərfləri 2 dənə, bu var 2 dənə. Birinci hərfin B çıxması ehtimalı nədir? 4-də 2, 2-də 1. Dalıcan A hərfinin çıxma ehtimalı 3-də 2. Onun dalıcan B hərfinin çıxması, onun dalıcan yenə A hərfinin çıxması 1. 2 2-ni apardı, 4 bunu apardı, yenə də oldu 6-da 1. İstəyirsən belə elə, istəyirsən elə elə. Eyni yerə gəlib çıxır. Aydınmı? Yəni söz olanda, nəsə olanda başqa şey olmur. Və yaxud rəqəmlərlə də verir. Deyir ki, tutaq ki, yəni bunlar hamısı dəyişsə də, misal dəyişmir. Bu 5 dənə rəqəm verir. Deyir ki, bu 5 dənə rəqəmdən rəqəmləri təkrarlanmayan 3 rəqəmli ədədlər düzəldir. Təsadüfən seçilmiş bir ədədin cüt ədəd olması ehtimalı. Deməli, sən biri tapmalısan ki, neçədən 3 rəqəmli ədəd düzəltmək olar. Sonra da onlardan seçilən birinin cüt olması üçün bunlardan neçəsinin cüt olduğunu bilməlisən. Deməli, neçə düzəldə bilərik? 5, 4, 3. Yox, 3 rəqəmli. Hə, elə bir 5 faktor ədəd. Deməli, biz 60 dənə ədəd düzəldə bilərik. İndi görək, bəs neçə dənə cüt ədəd düzəldə bilərdik? Neçə dənə ədəd cüt var? 2 dənə. Buranı 2 üsulla seçə bilərik. Bunu 4, bunu 3. Yox, hələ düz oldu da 2-ni seç. Çaşdırdım məni. Tezi 5 dedim. 24. Nə olur? 5-də 2. Əslində bilsən nə olur? 5 dənə rəqəm var, ikisi cütdür 5-də 2. Tək də desəydi 5-də 3 olasıydı. Yəni, aslında ya tək olacaq, ya cüt olacaq da. Yəni, bu da sonuna yazılacaq rəqəmlə bəlli olduğu üçün bu sualdan danışıram. Amma başqa suallara gəlib bunu yox. Yəni, bu sualda bu yazıla biləcək ədədlər ya tək olur, ya cüt olur. Mənim də axıra yaza biləcəyim 3 dənə cüt ədəd, tək ədəd var. Yox, 2 dənə, yəni 3 dənə tək ədəd var. 5 dənənin üçün təkdir, 5 dənə ikisi cütdür. Deməli, 5-də 2 ehtimalla mən cüt ədəd ala biləcəm, 5-də 3 ehtimalla tək ədəd. Bu hesablamaların ilməsin bulardı. Bu sualdan danışıram, ha. Bəli, bu tək ədədli, cüt ədədli sualında eyni yerə gəlib çıxacaq həmişə. Bəli. Məsələn, bəyər ki, bu baba sözü olsun. Biz tapdıq ki, neçə dənə söz yazmaq olar, onun neçəsi babadır. Bir də var ki, bir-bir hərflərə baxdıq. Aydın mı? Belə.